Salam aleyküm. Her vaxtınız xeyir olsun. Bura Respublika Buryatiya, Gorod Ulandı şəhəridir. Bura meşənin içidir. İnsanlar üçün, piyada gəzmək üçün. Görürsünüz nətər yol düzəldiblər. Taxtadan, qıraqlar da dəmirdən. Əl tutma yeri. Hər 200 metrdən də bir belə yer düzəldilər, oturub biraz istirahət eləmək üçün. Biraz da göstərərəm. Adamlar gəzir, 2-2, 1-1. Meşədir, sıx meşədir, meşənin içidir, şəhərin qırağıdır. Hələ meşədə qar əriməyib. Hava burası burada soyuqdur. Mənfi 2-3 dərəcə olar. Qarşıdan gəlirlər. İnsanlar belə hamı istirahət edir də, gəzir, piyada. Bura mənəm. Gəzirik biz də yavaş yavaş. Belə də şeylər düzəldirlər. Quşlar üçün yemək saxlayırlar. Görürsünüz. Düyüdür, nə bilim nədir. Fındıq da var, qoz da var. Belə istirahət yeri. Oturup istirahət eləmək üçün. Domik. Oh. Bak, spesialne tuvalet de kadınlar için, kişiler için yolun yarısını gelenden sonra. Yəqin görürsünüz, oraya gitmeyeceğim. Bize lazım değil. Da navis ve qoyublar yağışdan gizlənmək için oturup ne bileyim çay, çörək yeməkdən ötəri belə kimsə əlcəklərini itirib, balaca uşaq götürüb qoyublar belə ki, gəlib tapsın. İndi dala qaydırıq. Başqa yolla qabaqda yeni o yol birləşəcək. Uzunluğu 1600 metrdir. 1 kilometre 600 metrdir, 1600. Yine qəşəng meşədir, sıx meşədir. Bizi abqon elədilər. Mən düz demədim, 1600 metr, 1060 metr, 1 kilometr. 1 kilometre ve 60 metre. Kim yorulursa oturup istirahat edirlər. Дорога дай.
Dacı itle gəzirlər. Bunu size göstermiştim yoksa yok. Bu da kuşlar içindi. Bir de gösterim. Bayaq dediğim bir tərəfə 1060 metrdir. İndi dalada qaydanda 1060 metr. 2 kilometr 120 metr. Ora bura.